Tərcümələri ilə bir-birinə çox bənzəyən say, tell, speak və talk-un fərqinə baxaq. Say nə deyilir? Yəni fikrin özü önəmlidir. Kimin eşitdiyi vacib deyil. Məsələn, Mary said that she was tired. Mary dedi ki, o yorğun idi. Yəni burada ikinci şəxs vacib deyil. Sadəcə bir məlumat kimi verilir fikir. Tell, kiməsə məlumat vermək. Yəni mütləq burada ikinci şəxs olmalıdır. Kiməsə məlumat verilməlidir. Məsələn, Mary told me that she was tired. Mary mənə dedi ki, o yorğun idi. Speak, rəsmi danışıqlarda istifadə olunur ən çox. Məsələn, Mary spoke to the doctor about her problem. Mary həkimə öz problemi haqqında danışdı. Yəni burada daha rəsmi məlumatdır. Öz problemini həkimə danışıb. Talk, gündəlik söhbətlərdə istifadə olunur. Mary talked with her friend about her problem. Mary öz dostuna öz problemi haqqında danışdı. Yəni gündəlik söhbət üçün öz dostu ilə danışdı. Burada heç bir rəsmilik yoxdur. Qeyri-rəsmi söhbətlərdə də talk istifadə edirik. İndi bunları yadda saxlamalıyıq. Say üstəgəl something, tell üstəgəl someone, üstəgəl something, speak to someone, talk to with someone. İndi bunların fərqinə baxaq. Say üstəgəl something, yəni nəsə bir şey. Məsələn, she said hello, o salam dedi. Yəni burada sadəcə bir fikirdir. Kimin eşitdiyi vacib olmayan sadəcə bir fikir, nəsə bir şey. Tell üstəgəl someone, üstəgəl something. Yəni someone kimsə, something nəsə bir şey. Yəni tell istifadə olunan cümlələrdə mütləq ikinci bir şəxs olmalıdır. Fikir kiməsə deyilməlidir. She told me a secret. O mənə sirrini dedi, bir sir dedi. Yəni mənə dedi. Burada mütləq bu mənə, kiməsə və yaxud da ki ikinci bir şəxs olması vacibdir. Speak to with someone. Yəni speak üstəgəl to və yaxud da ki with, üstəgəl kimsə bir şəxs olmalıdır. Rəsmi söhbətlərdə istifadə olunur. Məsələn, she spoke to the teacher. O müəllimə danışdı. Yəni daha rəsmi məlumatdır bu. Rəsmi söhbətlərdə istifadə olunur. Talk üstəgəl to və ya with, üstəgəl someone. Burada da danışıqdır, kiməsə danışılır, someone. Amma daha çox qeyri-rəsmi söhbətlərdə istifadə olunur. Məsələn, she talked with her friend. O öz dostu ilə danışdı. Ən asan yadda saxlama üsulu isə budur ki, say nə deyilir? Tell kimə deyilir? Speak rəsmi danışıqlarda, talk gündəlik söhbətlərdə istifadə edilir.